Demək uşaqlar, bugün həyat hilələrinə baxacağıq. Bugün Türkanın bizə dərlədiyi həyat hilələrinə baxacağıq. Həyat hilələri nədir? Mətbəxdə falan nəsə bir şey eləyir. Ya da ki, divara kəllə atmaq istəyirsən, nə tər kəllə ata bilərsən. Ya da ki, bunu aç ki, buradan taxma, oradan tax kimi həyat hilələrinə baxacağıq bu videoda. Daha çox istəyirsə bir dənə like atmağı unutmayın. Çox əsəbi görsənirəm. İndi fikir verdim kamerada özümə. Nəysə, görərlər nə tər şeylər çıxacaq qabağımıza. Aha. Oo. Heç parmağınızla çıxartmayım, qaşığı soxun ora, qaşıqla çıxardın deyə. Ay kəlləsə sən öldürəm də yəni. O mən soxsa dalanda indi çöldə sox qaldım, zəmində qaşıqla gəzdim ki, qaşıqla çıxardım onu. Aha, yer belləyir. Aha, plus qoydu. Sonra çıxartmaq istəyir. Gülü qoydu ora. Ola tema. Xoş sən bir dənə söz deyim. Yəni bizim həyat ümumiyyətlə bu qədər yumşaq torpaq yox idi. Sən öldürəm, qupquru torpaqları var idi. Yəni belə bir şey eləmək çox mümkünsüz bir şeydir. Yağışdan sonra bəlkə. Life hack. Nə var? Hə, şey ora soxu. Prosta hər səfərində əlindən tutub onu dartmalısan da başa düşürsən. İndi nə mənası oldu ki, onun yerdə qalması, yoxsa orada qalması. Sən elə bir şey düzəltsəydin ki, məsələn, dartanda avtomatik kəsilsin falan, onda maraqlı ola bilərdi. Prosta bu belə halı ilə çox da işləfsə deyil məncə. Darağın üstünə gətirdi. Aha. Təmizləyəcək yoxsa nə qalacaq? Mən saçım düşdü. Qardaşım, indi hər dəfə saçımı darayanda indi belə eləməliyəm. Prosta mən elə bildim ki, bu içərisindəki tükləri falan təmizləmək üçün. Prosta belə eləyəndə heç tük qalmır da, təmizləməyə ehtiyac olmur. Buna qarı. Deyir, yerə qoyma deyir. Deyir, sox böyrdə qalsın. Ondan sonra suyu tökülsün alovun üstündə, yansın mətbəx. Buna qarı. Aha. Tema, prosta o şeydən bizdə yoxdur, un da yoxdur, kasa da yoxdur. Nə də la? Tomatdır. Hə. Tomat nə var? Nə var da sən Allah? Niyə kəsir Allah? Susxaniyatsa? Hə. Tutdum temanı. Hər dəfə lazım olduqda küp-küp biraz çıxardıb istifadə edirəm. Bax, bu maraqlıymış ha bu arada. Bunu eləmək olar. Prosta o qabdan tapacağıq, orası var. Nəyə göstərməyə çalışır ki? Bu normallar eləyik də yəni. Abi. Abi sən məsələn həqiqətən bunu indiyə qədər heç kəsin ağlına gəlmədiyin fikirsən, yəni bıçaqla onu təmizləməyə. Mən deyirəm başqa şey göstərəcək. Süd tökə bilmir. Allahın çolağı bir dənə süd tökə bilmir. Tüpürdüm ekrana. Aha, görək nə qalacaq süd tökəndə. Qaşıq qoyur ora. Uy, zübül, sən kəlləsən, sən öldürəm də yəni. Sən bir dənə söz deyim, sadəcə yerə 2 damla tökülərəkdən, hə? Bax, riski bunu belənçə elədin, hə? Onda rahat bir şəkildə tökmək olar onu. Yanında stəkan falan yoxdur, yoxsa göstərər. Qaşıq qoyur. Ya, qaşıq qoysan mən daha çox tökərəm yerə, sən öldürəm. Ya da ki, sadəcə barmaqlarını istifadə edə bilərsən. Şəş, evə qonaq gəlir, plastiklə ora salmağa çalışır. Dəyənə gözlə, mən dedim spatulanı gətirim gəlirəm. Tezliklə bilməyimi istədiyim şeylər. Hə, skosla çıxartdı, təmiz çıxdı. Yaxşı, sən indi bir dənə söz deyim də, qabının altındakı etiket sənə nə qədər problem çıxardır da, sən onu skosla çıxartmağa çalışırsan. Dərdim az imiş kimi, gedim indi bir də gedim ətirlərin altındakı etiketləri çıxardım. Dayına var şeyə. Zontiyə. Deyəmə. Bundan çöldə gəzdiyimi fikirləş, gör sən də tək gözlə baxarlar. Dayı sən öldürəm də yəni. Bu nə mahnıdır? Nə var la? Bu qəşəkdir ya bu arada. Bu qəşək temadır ya. Əli kəsmirsən. Prosta zaten o bıçaq zaten eləyəndə əli kəsirmi? Kəsmə ehtimalı var. Bu yaxşıymış. Bu xoşuma gəldi baba. Çox sadə bir şeydir, ancaq zor bir şeydir. Həqiqətən xoşuma gəldi. Sarımsaq. Belə vuracaq, üstünə həyat tökəcək. Bunu çox görmüşəm bu arada. Prosta zordur. Prosta sarımsağı həyatımın arasında istifadə edəcəyimi bilmirəm. Yəni başa gələndən bəri sarımsaqla soğanı tərcih etmişəm sənə. Safitka qoydu aralarına. Mən safitka deyildir bu arada onun aralarına qoydu. Bu çıxardıb bir-biri rahat bir şəkildə istifadə etmək üçün də bir dəfənə o qədər yağ yersənsə məncə səndə problemlər var dostum. Kül sən başla. Mən hər səfərində makaron bişirəndə, qapağı qoyuram, ondan sonra şeyi tuturam buradan beləncə. Tək edirəm bu arada, heç kəs kömək edə bilmir yəni. Rahat bir şəkildə tökürəm. Sən bədbəxtsən də yəni ona həyat düşə bilmirsən zəcə.
Mən elədiyim də rahatdır da, yəni başırsan, yəni çox da belə əziyyət çəkməyə ehtiyac yox. Ona tərəf pusaqda. Hə, aralarını təmizləmək üçün məntiqli o yüzülü polçuq çıxdı bildiyin içində. Sən nəsə ildi təmizləmirdin sən Allah bu video çəkmək üçün. Yumurta da Allah plodu ya, nədir o? Çevirmək üçün, yaxşı bir şəkildə çevirmək üçün. İndi qapaq yağ oldu, indi orasında olacaq yaxşı. İnsan bir dənə qəşəng bir dənə sual verir. Mən də hər şey bir dənə protein tapıram. Yaxşıdır, yaxşıdır, pis deyil. Ancaq əsl ustalar bilirsiniz nə var? Biləncik pişt eləyirlər, havada tullayıb tökürlər yerə. Tökürlər yerə. Ha, soxa bilmir Allahın bədbaxtı. Allahın koru soxanmadı onun içinə. Qoydu kağızın arasına, qattaladı, kəsdi, onu saldı onun içinə. Sonra oradan büşlü çıxartdı. Halaldır. Əgər korsuzsa bunu istifadə edə bilər. Zarafat edirəm bu arada. Həmişə eləsinə rahat salmaq olmur ya da hamının gözü yaxşı görmür də. Dolma. Aha. İtifadə pişirir. Evet, life hack kimi göstərirlər ki, əti onun içinə qoymaq üçün bu qədər əziyyət çəkməyə nə ehtiyac var ya, mənim başım çıxmır. Ya əti barmağı ilə götürdün belən içinə, soxdun içinə, karışdırdın, qutarı getdi də. Bıçağın sap tarafını kullanmak yerine bıçak tarafını kullan. Göründüğü gibi bu şekilde çok kolay. Həyatım dəyişdi bu video baxandan sonra gedirəm alma kəsməyə. Tek başına bilək takma haləsi. Hiləsi. Nə tərəf? Aa, görmədim. Mən oxuyana qədər ücret qutardı ya video. Bir də xahiş edib taxtıraram sənə öyle. Aha, aha. Aha, arxada apıt çalır bu dəqiqə. Mən bilmirəm ancaq. Halda. Nə vardı o? Aa, görmədim ki. Nə vardı oranı? Ha, deşli. Mən bilsən nə var? Barmağımı soxuram bilən üçün elə deşirəm. Mənim kimi eləyənlər bu videoya like at. Hayatınızı kolaylaştıracak. Yes, hayatımı Eğer asamışlar. musluktan kovaya su dolduramıyorsanız, bir süzgeci musluğun altına koyun ve musluğu açın. Ardından kovayı altına yerleştirin. Böylece kova su dolacaktır. Yumurtayı çıkarırken kabuğu da kaseye Ay, düşerse zibir. parmağınızı suya batırarak kabuğu kolayca çıkarabilirsiniz. Yaxşı barmağı soxaraqdan belə eləyib də çıxarda bilərsən. Sabun kutuda eriyorsa kutunun üzerine bir lastik bandı sarın. Bu sayede sabun sağlam kalacaktır. Eğer kutunun kapağı yoksa Hə, üstündə qalırsan, anladım. bir balonu şişirip üzerine yerleştirin. Sonra yavaşça havayı boşaltarak kutunun kapağını oluşturabilirsiniz. Bir dənə qapaq almaq nə qədər çətin ola bilər ki, gedib onun yeri şar alırsan və qapağı şarla bağlayırsan. Bu yağ şişelerinin Aha. kapağının içinden çıkan aparatı Aha. sakın koparıp Niye? atmayın. Bunu ters çevirip koyduğunuzda dökmek istediğiniz miktarı dengeliyor. Hadi abi. Aradaki farkı izliyoruz. Muhattey ama. Bilmirdim, ancaq atmışam öncə qardaşım, gələn sifər et. Who's the cute boy with the white jacket and the thick Bu arada başa düşməz sizə nədir? Üstündəki yazı var ha, logosu. Onu çıxartmağa çalış. Çıxardan bu da ha. Watermarks. Watermark. Ay zıvı. Səhv tərcümə edilmə. Watermark bilirsiniz nədir normalda? Hansısa bir videonu götürəndə üzərində bir yerində həmin videonu götürdüyünüz yerin logosu ya da adı olur, bir şəffaf şəkildə. Watermark normalda odur. Ancaq buradakı watermark su izi kimi tərcümə eləyibmiş. İndi başa düşdüm tema. Geç kəşfiyyat edilərdi. Oo, tema, zo. Buna görə bir dənə qapısı deşik düşüş eləməlisin. Mətbəx hiləsi. Vay, tema. Zor desen öyle. Bizim evdeki tuzqablar bilirsiniz necədir? Belə deyirlər. O cür eləyə bilməyəcəm bunu. İnşallah bu video bu qədər. Ümidəm sevdiyiniz bir video olmuşdur. Yüngülvarı qısa oldu. Nə edeyim? Tapılan videolar bu qədər idi. Buna görə də yüngülvarı qısa video oldu deyirəm və bu videonu burada sonuna çəkirəm. Orada görüşmək üzrə. Yox, gözlüyüm bir dəqiqə. Like atın. Hara keçdiniz? Like atın. Like atmamışsınız.